Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Bugün 18 iyun 2026-cı il tarixidir. Bu günləri 3 ili tamam olmuş biologiya müəllimlərinin sertifikasiya imtahanı keçirilib və mənim müdavimlərimin həmçinin də kənardan eşitdiklərimi deyirəm. Eşitdiyimə, bildiyimə görə suallar çətin səviyyədə olub. Bir çoxsu vaxt tələb edən suallar olub, şəkillər, qrafiklər olub. Mənim əlimdə konkret sual nümunələri yoxdur, amma toplamağa çalışacağam. Sabah ayın 19-u təkrar sertifikasiyaya gedəcək olan müəllimlər üçün bu il Naxçıvanın sertifikasiyasına düşən sualları izah eləmək istəyirəm. Bu videonu izləmədən, əziz müəllimlər, sabah imtahana gedəcək olan müəllimlər, təkrar sertifikasiyaya gedəcək olan müəllimlər, bu videonu izləmədən imtahana getməyin. Çalışın, mütləq bu videoya baxın. Və bir də təkrar sertifikasiyaya gedəcək olan müəllimlər üçün xüsusilə tövsiyəm həm bu Naxçıvanda düşən sertifikasiya suallarına nəzər yetirsinlər, həm də keçən ilki öz sertifikasiya imtahanlarının suallarına diqqət yetirsinlər. Bu imtahanlar ətrafında sualların düşməsi gözlənilir. Sertifikasiya sualları mənim əlimdə bütöv şəkildə yox idi. Sağ olsun müəllimlərdən biri dünən sualları əldə elədi, göndərdi mənə də. Təşəkkürümü bildirirəm müəlliməyə. Və mən də istəyirəm sizə indi həmin bu 50 dənə sualın ətrafında izah vereyim. İnşallah ki, sabah bunun sizə bir faydası toxunmuş olar. Beləliklə, ilk sualdan başlayırıq. Verilən fikirlərdən hansılar məməlilərə aiddir? Məməlilər istiqanlıdır. Sağ deyil, sola aorta göğsü var. İnkişaf dolayı deyil, düzü nədir? Çünki dolayı inkişafda sürfə mərhələsi olur. Ürəyində qan qarışmır və ali məməliləri desə əgər plasentaya malikdir. Ona görə düzgün cavabı olacaq 1 və 5. Aşağıdakı canlılardan hansı günəş enerjisini birbaşa kimyəvi enerjiyə çevirmək qabiliyyətinə malik deyil? Yəni, sualda demək istəyir ki, hansı canlı günəş enerjisindən istifadə edə bilmir? Qızıl sarmaşıq parazit bitki olduğuna görə günəş enerjisindən istifadə etmir. Yəni, kimyəvi rabitələr enerjisinə çevirmir. İndi sizə bəlkə sabah imtahanda qızıl sarmaşıq deyil, burada məsəl üçün xemosintez edici bir canlının da adını yaza bilər. Məsələn, dəmir, kükürt, azot, hidrogen bakteriyasını da qeyd edə bilər. Çünki onlar da günəş enerjisindən istifadə etmir. Kimyəvi rabitələr enerjisindən, yəni nəyisə oksidləşdirərək ondan enerji əldə edirlər. Yəni, günəşdən istifadə etmirsən, deməli, qızıl sarmaşıqdır. Hər hansı parazit bir bitki və yaxud da kəhrə ola bilər burada. Sonra xemosintez edici canlılar da verə bilər. Digərləri fotosintez edən canlılardır. Üçüncü sual, insanda 4 eyni yumurta ikizini neçə zigot və qamet əmələ gətirər? Əgər eyni yumurta ikizidirsə, bunlar bir yumurta və bir spermatozoidin mayalanmasından əmələ gəlib. Deməli, 2 qamet iştirak edir. Eyni yumurta ikizlərindən neçə dənə versə də, onlar bir zigotdan yaranar. Ona görə eyni yumurta ikizləri 1 zigot, 2 qametdən əmələ gəlmiş olacaq. Verilənlərdən hansı mamırın cinsi nəslinə, yəni gametofit nəslinə aid deyil? Mamırın cinsi nəsli onun yetkin fərdidir. Yetkin fərddə yarpaqdır, gövdədir, rizoiddir, məsələn, quş mamırında, spermatozoiddir, yumurta hüceyrədir. Bunlar yetkin fərdin üzərində olur. Onun sporofit nəsli isə ayaqcıq və qutucuqdur. Ona görə də gametofit nəslində qutucuq və ayaqcıq deyil, bunlar sporofit nəslə aiddirlər. Verilmiş tematik kateqoriyaların hansında növ sayı ən azdır? Sizə verilənlərin içərisindən daha kiçik hansı kateqoriyadırsa, onda növ sayı digərlərinə görə daha azdır. Məsələn, burada ən kiçik cinsdir, ona görə də mən cinsi seçirəm. Tutaq ki, növ versəydi, növü seçərdiniz. Növdə, məsələn, növ sayı daha azdır deyil, növü verməz, çünki növ cinsin daxilindədir. Tutaq ki, cinsi verməz, fəsilədən üzü yuxarı verər, onda ən kiçik fəsilə olacaq. Bir də deyirəm, verilən kateqoriyaların içərisindən daha kiçik hansıdırsa, həmin kateqoriyanın özünü götürmüş olursunuz. Aşağıda göstərilənlərdən hansı öz funksiyasını məhv olduqdan sonra yerinə yetirir? Ksilema boruları, ilin yaz yay aylarında əmələ gələn hüceyrələr öldükdən sonra ara kəsmələri açılır və onlar həmin o ötürücü funksiyasını yerinə yetirirlər.
Ona görə doğru cavab ksilema borulardır. Aşağıdakı bitkilərin hansında ehtiyat qida maddəsi endospermdə toplana bilər? Bütün birləpəllərin ehtiyat qida maddəsi yalnız endospermdə toplanır. İki ləpəllərdən qaymaq çiçəyi və üçrəng bənövşə endospermə malikdir. Ona görə də birləpəllərdən hər hansı birini verə bilər. İki ləpəllərdən qaymaq çiçəyi və ya üçrəng bənövşəni verə bilər ki, bunlarda ehtiyat qida maddəsi endospermdə toplana bilər. İnsan orqanizmində hansı qida maddələri olduğu kimi sorula bilmir? Su, duz, vitamin. Bunlar necə qəbul olursa, o şəkildə qana sorulur. Amma iri birləşmələr, zülal, yağ, iri karbohidratlar, bunlar iri birləşmə olduqlarına görə parçalanaraq qəbul olunur. Amma məsələn, glukoza desə, glukoza monomerdir. Amin turşusu monomerdir. Bunlar membrandan keçə biləcək ölçüdədirlər. Bitki hüceyrəsi hansı erada əmələ gəlib? Bitki, heyvan, göbələk hüceyrələri proterozoida yaranıb. Bakteriya hüceyrəsi isə arxeida əmələ gəlib. Tədqiqat üçün 2 ədəd ulotrix, 3 ədəd spirogyra sapı götürülmüşdür. Və hər sapda 9 hüceyrə var. 2 dənə ulotrix götürürəm, hərəsində 9 hüceyrə var. 3 dənə spirogyra götürürəm, hərəsində 9 hüceyrə var. Spirogyranın bütün hüceyrələri canlı olduğuna görə bunların hamısında bölünə bilmə qabiliyyəti var. Yəni 27 hüceyrənin hamısı bölünə bilir. Amma ulotrixin hər sapın sonunda bir ədəd ağ rəngli hüceyrə var ki, onun da bölünə bilmə qabiliyyəti yoxdur. Ona görə də 8 və 8 deyə hər sap üzərində götürəndə burada 16 hüceyrə bölünə bilər. 16 ilə 27-ni toplasaz cəmi 43 hüceyrədə bölünə bilmə qabiliyyəti vardır. Uyğunluğu müəyyən edin. Virus və bakteriyalar DNT və ya RNT-yə malikdirsə, söhbət virusdan gedir. Çünki hüceyrəvi quruluşa malik olan canlı hüceyrələrdə DNT və RNT eyni anda mövcuddur. Məsələn, burada istisnalar var, düzdür. Tutaq ki, eritrosit deyək, hüceyrəvi quruluşa malik olan bir hüceyrədir, nüvəsi yoxdur. Amma bakteriyalarda həm DNT, həm RNT vardır və bunlar sitoplazmada yerləşir. Həm DNT, həm RNT-si olduğuna görə 8 növ nukleotidi var. Amma viruslarda ya DNT, ya RNT olduğuna görə 4 növ nukleotidi var. Həyatın hüceyrəsiz formalarıdır deyəndə söhbət viruslardan gedir. Deməli, 1A, D, Y, 2 də olacaq B, C, düzgün cavabımız Y variantı. Göl ilbizi nereiddən fərqlidir. Deməli, göl ilbizində olub nereiddə olmayan bir şey axtarırıq və yaxud da göl ilbizində olmayıb nereiddə olacaq bir şey axtarırıq. Heterotrof qidalanma bunların hər ikisi heterotrof yolla qidalanır. Hər ikisində düyünlü sinir sistemi olduğuna görə sinir düyünləri var. Göl ilbizində qaraciyər var, nereiddə, yəni bunlar həlqəvi qurdlardılar, bunlarda qaraciyər yoxdur. İfrazat sisteminin olmasına görə ikisi də oxşardır. Göl ilbizində böyrək idi, nereiddə metanefrid idi, ifrazat sistemi var. Hər ikisində qan damar sistemi var, yəni bunlara görə oxşardılar. DNT molekulunda adenin nukleotidlərinin guanin nukleotidlərinə olan nisbəti 2-nin 1-ədir. Bu o deməkdir ki, adenin nukleotidi 2x qədərdir, deməli timində 2x qədərdir. Guanin nukleotidi x qədərdir, deməli sitozin nukleotidi x qədərdir. Toplam 102 nukleotid var. 2, 2, 4, 5, bu da 6. 6x bərabərdir 102, x də bərabərdir 17. Və biz hidrogen rabitələrinin sayını istəyir. Hidrogen rabitələri bərabərdir bütün nukleotidlər üstə gəlsin guanin. X-in qiyməti 17-dir, guanin də x qədərdir. Deməli, bütün nukleotidlər 102, üstə gəlsin guaninin sayı 17, ümumilikdə 119 hidrogen rabitəsi olacaq. Kərtənkələnin yumurtalığının yetişmə zonasının sonunda cəmi 5 qamet alınmışdır. Deməli, yumurtalığa 5 hüceyrə daxil olur. Çünki bir hüceyrə daxil olanda 1 qamet alınır, 5 hüceyrə daxil olub ki, 5 dənə qamet alınır. Və deyək ki, bu qametlərdən 3-ü X cinsi xromosomludur. 5 qamet var cəmi. Bunlardan 3 dənəsi X qametidir. Deməli, yerdə qalan 2 dənə Y-in qametidir.
Neçə yönəlci cisimcik Y cinsi xromosomu daşıyır? Başlanğıc hüceyrə üstəgəlinsin X-in qameti bərabərdir Y-in yönəldicisi. Belə bir düsturumuz var. 5 hüceyrə üstəgəlinsin 3 dənə X qameti cavab olacaq 8 Y-in yönəldicisi. Və ya başqa necə eləyə bilərsiniz? Qoy buradan yazın. 5 hüceyrə daxil olubsa meyozdur. Meyozda 1-dən 4-ə əmələ gəlir. 20 hüceyrə yaranıb deməkdir. 20 hüceyrədən 10 dənəsi X cinsi xromosomlu, 10 dənəsi Y cinsi xromosomlu hüceyrədir. Və cəmi bu 10 dənə Y cinsi xromosomludan ikisi qametdirsə, yerdə qalan 8 dənəsi yönəlci cisimcikdir. Deməli, yenə də 8-i almış olduq. 16-cı sual. Günəbaxanın səbət çiçək qrupunda 1000 çiçək var. Bunlardan 100-ü dilcikdir. Deməli, 1000 çiçəkdən 100 dənəsi dilcik şəkillidirsə, yerdə qalan 900 dənəsi boru şəkillidir. Və mayalanmada maksimum neçə çiçəkdə mayalanma gedər? Əgər 900 boru şəkilli çiçək varsa, maksimum 900 dənəsi də mayalana bilər. Ona görə 1 olacaq 900 və mayalanmada neçə hüceyrə iştirak edər? Bir çiçəyin mayalanmasında 4 hüceyrə iştirak edir. 900 dənə boru şəkilli çiçəyin mayalanmasında isə 3600 hüceyrə iştirak edəcək. Əgər qamet desəydi 3-ə vurardınız. Bir çiçəyi 3 qamet mayalanmasında iştirak, bir rüşeym hissəsində daha doğrusu. Həmçinin bunlarda bir çiçəkdə bir rüşeym hissəsi olduğuna görə elə bir çiçəkdə deyə bilərsiniz. 2 erkək, bir dişi qamet. Qamet desəydi 3-ə vurardınız. Burunla qırtlaq arasında qalan hissənin iltihablaşması faringit. Təkcə qırtlaq hissənin iltihablaşması laringit. Burun iltihabı xəstəliyi desə renit, ağciyərlərin xəstəliyi desə vərəm, badamcıqların iltihabı desə angina. Bizdə burunla qırtlağı deyirdi faringit, bəlkə indi sabah imtahanda sizə düşdü laringit, onu artıq dəqiq deyə bilmərəm. Verilənlərdən hansı ekariot orqanizmlərdə qlukozanın parçalanmasının 3-cü, yəni oksigenli energetik mübadilənin 3-cü mərhələsi oksigenli mərhələdir. Bizdən də bunu istəyirdi. Oksigen iştirak etmir. Mərhələnin adı oksigenlidir. Deməli, oksigen iştirak edir. Burada 36 ADF-dən, 36 fosfatdan 36 ATF alınırdı. Sitoplazmada glikoliz baş verər, yəni 2-ci mərhələ. Karbon qaza əmələ gəlirdi və mitoxondrinin daxilində gedir. Glikoliz adlandırdığı isə 2-ci mərhələdir. Yəni 2, 4, 5 doğru cavab olacaq B. Hansı xəstəliyi həm virus, həm də göbələklər törədir? Söhbət Dəmirovdan gedir. Həm virus, həm də göbələkdir. Bəlkə indi sabah meningit düşdü. Meningiti törədəcək virus, bakteriya və parazit bir hüceyrələr. Uyğunluğu müəyyən edin. Sabahki imtahanda böyük ehtimalla bu tipdə bir sual gələ bilər. Gen, genom, xromosom mutasiyalarını qruplaşdırır. Xəstəliklərin adı verilib, onları yerləşdirməyini istəyir sizdən. Gen mutasiyaları hüceyrədə, DNT-də, daha doğrusu nukleotid ardıcıllığının pozulmasıdır. Genom mutasiyalar xromosomların sayla bağlı dəyişkənliyidir. Xromosom mutasiyaları isə xromosomun sayı deyil, xromosomun sahələri falan dəyişirsə. Bu da olur xromosom mutasiyaları. Poliploidiya xromosomun sayı artır. Poliploidiyadır. Genom mutasiyadır. Down sindromu xromosom bir vahid artır. Down 21-ci cütün bir vahid artığıdır. Genom mutasiyadır. Hemofiliya X xromosom ilə keçən cinsi xəstəlikdir. Gen mutasiyasıdır. Xromosom sahəsinin itməsi Lejen sindromudur. Xromosomun bir parçasının itməsi olacaq xromosom mutasiyasıdır. Talasemiya isə gen xəstəliyidir. Talasemiya. Bu da gen mutasiyalarına aiddir. Deməli 1CY, 2AB, 3D. Düzgün cavabımız olacaq A variantı. Şəkər xəstəliyinə aiddir. Sabah böyük ehtimal edirəm ki, şəkər xəstəliyinə yenə sual olacaq. Burada mədə-altı vəzin xarici, daxili sekretorunun pozulması falan belə bir şey verə bilər. Şəkər xəstəliyi şəkərə meyillik irsən ötürülür. Mədə-altı vəzin daxili, yəni insülin çatışmazlığından yaranır. Xarici sekretor funksiyası deyil, çünki mədə-altının xarici sekretorunun pozulması pankreatit xəstəliyi yaradırdı.
Qanda şəkərin miqdarının dəyişməsidir və insülinin az ifraz olunması. Bunlar şəkər xəstəliyinin əlamətləridir. İki tərəfi çökük linza deyil, söhbət basıq, mənfi və yaxud da çökük eynəkdən gedir. Hansı xəstəliyin müalicəsində istifadə olunur? Çökük linzalar əşyanın xəyalını aparıb torluq işanın üzərinə salır. Tutaq ki, əşyanın xəyalı gəlib torluq işanın önünə düşür. Çökük linza taxanda bu nervi bir növ itələyib gətirib bura torluq işanın üzərinə salır. Əşyanın xəyalı yaxına düşdüyünə görə xəstəliyin adı yaxından görmədir. Bu sualda keçən il sertifikasiyaya düşən sualın eynisidir. Sinir toxumasının müəyyən bir sahəsində olan hüceyrələrdə 19360 autosom xromosom var. Bir hüceyrədə 44 autosom xromosom varsa, neçə hüceyrədə 19360 olacaq? X də bərabərdir 440 hüceyrədə. Və burada olan neyronlar deyir, 440-ı bölürsünüz 11-ə, tapırsınız 40. Deməli, bu 440-ın 40 dənəsi neyrondur. 400-ü peyk hüceyrədir. Və neyronlarda cəmi neçə xromosom deyir? 40 dənə neyronu vurursunuz, 46-ya olacaq 1840 xromosom saymaq olar. 24-cü sual, birincili məhsul, bir də ikincili məhsul. Kim ki günəşdən istifadə edib, fotosintez edib, üzüm maddə hazırlayırsa birinci məhsuldur. Digərləri yerdə qalan hər nə varsa onlar olacaq ikinci məhsul. Birinci məhsul burada fotosintez edən xlorella, sianobakteriya, bir də milçək tutan bitkidir. Milçək tutan miksatrof qidalanır. Həm fotosintez edir, həm də həşəratlarından qidalanır. Yerdə qalan məsələn infuzorla maya göbələyi bunlar ikincili məhsul hazırlayır. Düzgün cavabımız olacaq A variantı. Hansı xəstəliyin meydana çıxmasında iştirak edən qametlərdə cinsi xromosom olmur? Məncə olmur, yox, olmaya bilər. Belə yazsaydılar cümlə daha dəqiq olardı. Çünki Şerşevski-Terner sindromu X0-dır. Qametlərin birində cinsi xromosom var, digərində cinsi xromosom yoxdur. Ona görə olmur, yox, olmaya bilər desə daha düzgün olar. İndi bəlkə sabahlar sizə belə bir sual verdi. Dedi ki, hansı xəstəlik meydana çıxmasında bir qametdə 2 dənə cinsi xromosom var. Onda Klinefelter olardı. Çünki Klinefelterdə birində 1, digərində 2 cinsi xromosom olub ki, bunlar cinsi trisomiya X, X, Y əmələ gətirir. 26-cı sual. Sağ qulaqcıq boşluğuna birləşmiş damarların sayı n olarsa, sağ qulaqcığa birləşir 2 dənə damar, aşağı boş vena və yuxarı boş vena. Yəni n-in qiyməti 2-dir. Ürəyə bitişik olub, içərisində arterial qan daşıyan damarların sayı neçə olar? Ürəyə bitişik olub, içində arterial qan daşıyan damarlar hansılardır? 4 dənə ağciyər venası, 1 dənə aorta, toplam 5 damar ürəyə bitişik olub, içində arterial qan daşıyır. N-in qiyməti 2-dirsə, 2-dən 5-i necə ala bilərəm? Vuraram 2-yə, eləyər 4, üstünə də 1 gələrəm, olacaq 5. Bir də əziz müəllimlər, sualları mənə necə təqdim ediblərsə, mənə verilmiş sualların üzərində izah verirəm. İndi burada sağ qulaqcıq yazıb, bəlkə imtahanda sol qulaqcıq düşüb, mən onu bilmirəm. Sağ olsun bu PDF-i əziyyət çəkib hazırlayan müəllim. Təşəkkür edirəm. Mən bilmirəm kim hazırlayıb. Mənə də belə deyək də əldən ələ gəlib çatıb PDF. Amma 50 dənə sualın hamısını bir yerə yığmaq variantları ilə və dəqiqliklə bu elə də asan bir iş deyil. Mənə təqdim olunan sualın nümunələri necədirsə, mən onun üzərində izah verirəm. Day durub videonun altından yazmayın ki, orada belə deyildi, burada belə deyildi, burada səhv dedin. Çox olur o tip suallar gəlir deyir ki, orada səhv dediniz, sağ deyildi, sol idi. Mən də bilmirəm, mənə təqdim olunan PDF-də nədirsə, mən həmin sualların düzgün cavablarını izah edirəm sizə. 27. Oksigenin insan orqanizmdə hərəkət ardıcıllığı hansı bənddə düzgün göstərilir? Birincisi, oksigen tənəffüs yolu ilə atmosferdən gələr. Düzdürmü? Tənəffüs yolu ilə atmosferdən gəlibsə, ilk bu verilənlərin içərisindəki ardıcıllığı düzməliyik. Olmalıdır alveol boşluğunda. Alveol boşluğuna daxil olandan sonra alveoldan qana keçər və qanla gəlib hemoqlobinə birləşib oksihemoqlobin əmələ gətirər. Həmin oksihemoqlobin gəlir, toxumalara çatanda oksigen hemoqlobindən ayrılar.
və toxuma mayesinə keçər. Yəni düzgün ardıcıllığımız 2, 4, 1, 3 kimi olacaq. Canlılarda çoxalmanı hansı elm sahəsi öyrənir? Çoxalma bir fizioloji prosesdir. Bunu da fiziologiya elmi öyrənir. Zülalların funksiyasına aid deyil. Zülalların energetik funksiyası var. 1 qramından 17-16 kilojul enerji verir. İnşaat funksiyası var. Membranın quruluşuna daxildir. Siqnal funksiyası var. Həmin zülallar reseptor rolunu oynayırlar. Antitellər zülaldılar. Müdafiə funksiyası. Amma zülalların genetik deyə bir funksiyası yoxdur. 30-cu sual. Şərtsiz reflekslərə aid deyil, yəni şərtini axtaracaqsınız. Şərti refleksə aid olanları seçəcəksiniz. Şərtsiz refleksə aid deyilsə, deməli şərtidir. Şərti reflekslər nədir bəs? Bizim həyat fəaliyyətindən qazandığımız reflekslər şərti reflekslərdir. Amma anadan gəlmə nəyi biliriksə, onlar da olacaq şərtsiz reflekslər. Məsələn, işıqforun yaşıl rənginə reaksiyası bizim sonradan öyrəndiyimiz bir şeydir. Ana bətnində mən bilirdim ki, işıqforun yaşıl rəngində nə etmək lazımdır. Və şərti refleksdir. Hər bir fərd üçün xarakterik olan reflekslərdir. Şərtsiz reflekslər bir növün bütün fərdlərində olar. Şərti reflekslər hərənin özünə aid olan reflekslərdir. Orqanizmin daxili mühitin sabitliyini qoruyur, şərtsiz. Südlə dolu butulkanı görən körpü uşaqda ağız suyu bu şərti refleksdir. Çünki butulkadan süd içdiyinə görə həmin o butulkanı görəndə yenidən ona qarşı ağız suyu əmələ gətirir ki, yəni yemək gəlir artıq mənə. Limon yedikdə ağız şirəsinin ifrazı, ağız suyu şirəsinin ifrazı limon deyil də, yəni hər hansı başqa bir qida olarsa da ağzında yenə də ağız suyu şirəsi ifraz olunacaq, çünki ağzında qida var. Bu şərtsizdir. Limonu görəndə ağzının suyu axırsa şərti, limon yeyəndə ağız suyu ifraz olunursa şərtsiz. 1, 2, 4 düzgün cavab olacaq A variantı. Meyvə bağları bir agrosenozdur və yaxud da süni ekosistemdir. Süni biogesenozlar gedir. Süni biogesenozlarda insan məqsədinə uyğun olan canlılar qalır, digərlərini çıxdaş eləyirik. Məsələn, alaqotlarını təmizləyirik, ziyanvericilərə qarşı pestisidlərdən, digər kimyəvi dərmanlardan istifadə edirik və s. Maddələr dövranının tamlığı pozulmuşdurmu? Bəli, pozulmuşdur. Biz yanlış olan bir şey axtarırıq. Süni ekosistemdirmi? Bəli. Ətraf mühitin əlverişsiz şəraitinə davamsızdırmı? Bəli. Çünki meyvə bağlarında insan nəzarəti olduğuna görə bunlar təbii mühitdə daha əlverişsiz olur bunlar üçün. Davamsız olurlar. Tropik meşədən daha zəngindir? Yox, tropik meşələrdən heç nə zəngin deyil. Heç bir süni ekosistem təbii tropik meşənin yerini verə bilməz. Həm günəş, həm də gübrədən istifadə olunur. Bəli, günəş də günəş şüası da dəyir ora. Gübrə də biz veririk. Onun üçün hər ikisindən istifadə olunur. 32. Şəkildəki prosesin təsirinə daha çox məruz qalmış canlı. Yəqin ki, beləymiş artıq. Şəkildə verilən seçmənin təsir istiqamətinə mütləq diqqət yetirin. Stabilləşdirici. Stabilləşdirici, yaza da bilmədim. Stabilləşdirici seçmədir bu və seçmə kənar hədlərə, fenotipin kənar hədlərinə təsir edir. Tədricən həmin kənar hədləri itirir və sadəcə əlamətin orta göstəricisi salamat qalır. Bizə də demək istəyir ki, şəkildəki stabilləşdirici seçmənin təsirinə məruz qalan kimdir? Latimeriya, Hatteriya, ördək burun, neştərçə, bitkilərdən də ginko, çılpaq toxumlardan. Bax, bunlar stabilləşdirici seçmənin təsirinə məruz qalan canlılardır. Burada latimeriyanı verib, sabah sizdə tutaq ki, hərəkət verici seçmə də düşə bilər. Stabilləşdirici düşüb başqa bir canlı da yaza bilər. Ona görə bax, diqqət yetirin, bunlar stabilləşdirici seçmənin təsirinə məruz qalanlardır. Natamam dominantlıq şəraitində hansı çarpazlaşmadan iki fenotipik qrup alınır? A variantının çarpazlaşmasından alınacaq natamam dominantlıqda. Tutaq ki, bir qırmızı, 2 dənə çəhrayı, bir dənə də ağ. 3 fenotip alındı. B variantında böyük ya kiçik alınacaq. Burada bir fenotipik qrup alınır.
C variantında sadəcə kiçik A-lar alınacaq. Bu bir fenotipdir, yəni ancaq tutaq ki, ağ rəngdədir. D variantında böyük ya kiçik A, bir də böyük A-lar alınır. Yəni həm çəhrayı, həm də qırmızı rəngli gecə çiçəyi bitkisi alına bilər. Cavabımız ona görə D variantıdır, 2 fenotipdir. Y variantında isə sadəcə böyük A-lar alınacaq. Yəni burada da bir fenotip olacaq. Cədvəldə üzüm maddələrinin həzmə məruz qaldığı şöbələr göstərilib. X, Y, Z həzm kanalının müvafiq olaraq hansı şöbəsidir? Ardıcıllığa diqqət yetirin. Müvafiq olaraq ona görə deyir. X-də baxıram ki, karbohidratda parçalanıb, zulalda parçalanıb, yağda parçalanıb. O zaman bura nazik bağırsaqdır. 12 barmaq bağırsaq məsələn. Burada bütün növ qida maddələri əgər parçalana biləcəksə, monomer şəklində deyilsə, bunlar hamısı parçalanır. Y-də sadəcə karbohidratlar parçalanıb, zulal yağı parçalanmırsa, bura ağızdır. Ağız suyunun təsirindən çünki sadəcə karbohidrat parçalanır. Z-də karbohidrat deyil, zulal və yağ parçalanıbsa, burada olacaq mədə. Çünki mədədə karbohidrat parçalanmır, yağ və zulallar parçalanır. Amma bitki yağları sadəcə nazik bağırsaqda parçalanır. Heyvani yağlar həm mədə, həm nazik bağırsaqda parçalanır. İri heyvani yağlar yalnız nazik bağırsaqda parçalanır. Deməli, birinci nazik bağırsaq, sonra ağız, sonra da mədə olmalıdır. Düzgün cavab A. Burada böyük ehtimalla ki, rəqəm səhvi gedib, bu 5 olmalıdır. Verilənlərdən hansının yerini dəyişsək, uyğunluq doğru olar. Məsələn, bir penisilin altından yazıb, penisil çift göbələyidirmi? Bəli, çift göbələyidir. 2 penisilə yazıb bir hüceyrəlidir? Yox. Penisil çox hüceyrəlidir, amma hər hüceyrəsində bir nüvə var. Ona görə 2-nin yerini dəyişib maya göbələyinə yazmaq lazım idi. 2 bura aiddir. Çox hüceyrəlidir, maya göbələyinə yazıb. Maya göbələyi çox yox, bir hüceyrəlidir. 3 burada olmalıdır. Ona görə 2 ilə 3-ün yeri dəyişməlidir. Tumurcuqlanma yolu ilə çoxalır, maya göbələyinə yazıb, bu düzdür. Dərman istehsalında istifadə olunur, penisilə yazıb, bu da düzdür. Yəni, düzgün cavab 2 və 3-ün yeri dəyişdirilməlidir. Hər ikisinin diploid xromosom dəsti 48 olan 2 fərqli bitki çarpazlaşdırılıb. Cədvələ əsasən X və Y-in qiyməti neçə olacaq? Əgər dörsüzlüyü aradan qaldırılmadıqda deyirsə, 2N-ə 48-dirsə, N-i 24-dür. N birindən, digərindən də N görüşəndə, 24-24 görüşəndə olacaq X-in qiyməti 48. Əgər dörsüzlüyü aradan qaldırılıbsa, deməli 2N birindən, digərindən də 2N birləşəndə 48, bu da 48, toplayanda olacaq 96. X-in qiyməti 48, Y-in qiyməti 96 olanda 48 ilə 96-ın toplayanda 144 olacaq. 37-ci sualda ardıcıllığı müəyyən edin. Biri üçün müsbət, biri üçün mənfi münasibət forması parazitdir. Parazit üçün əlverişli, yəni faydalı, digəri üçün, sahib üçün ziyanlıdır. Biri üçün mənfi, digəri üçün neytral olacaq amensializm. Amensializm nədir? Məsələn, işıqsevər bitkilərin digər bitki budaqlarının altında yerləşməsi. Həmin o yuxarıda olan bitkinin onun heç bir marağında deyil ki, onun aşağısında kim bitib. Ona görə onun üçün neytraldır. Amma o işıq sevənlər ki, digərinin çətirinin altında yerləşib, bitiblər. Onlar üçün ziyanlıdır, çünki işığı görə bilmirlər. Hər iki tərəf üçün neytral olan münasibət forması neytralizmdir. Hər iki tərəf üçün müsbət olan münasibət forması mutualizmdir. Hər ikisi mutludurlar bunların. Bir tərəf üçün faydalı, digər tərəf üçün neytral olanda da olacaq kommensializm. Kommensializm nədir? Məsələn, kilkələr köpək balığının yanında üzürlər. Köpək balığı kilkə yeməz axı, onun dişinin dibində qalar o. Amma kilkələr özlərini digər yırtıcı balıqlardan qoruyur. Buna görə kilkə üçün faydalı, köpək balığı üçün neytral olanda kommensializm deyirik. Deməli, 1 amensializm, 2 mutualizm, 3 kommensializm düzgün cavabımız olacaq A variantı. 38. İnsanın ontogenezində kloakanın olması Rusheim dövründə olan normal embrioloji dəlildir. Kloaka yazar, qəlsəmə yarığı yazar,
Ontogenezində əgər qovuq şəkilli beyni varsa, bunlar hamısı olacaq düşeym dövrünün əlamətləri. Bir dənə tüklülük 3-4 ayında meydana çıxır. O da olacaq döl dövrünün əlaməti. Hansı bakteriya fotosintez edərkən sərbəst hidrogendən istifadə edir? Söhbət yaşıl bakteriyalardan gedəcək. Burada diqqət edəcəyiniz nədir? Hidrogen sulfiddən hidrogen mənbəyi kimi istifadə edən qırmızı bakteriyadır. Hidrogen sulfiddən oksidləşdirib enerji mənbəyi kimi istifadə edən kükürt bakteriyalardır. Sərbəst hidrogendən, bu suala görə deyirəm, sərbəst hidrogendən hidrogen mənbəyi kimi istifadə edən yaşıl bakteriyadır. Sərbəst hidrogendən enerji mənbəyi kimi istifadə edən desə, bu artıq hidrogen bakteriyaları, xemosintez edici hidrogen bakteriyaları olacaq. Aşağıda verilənlərdən hansı vena, kapilyar vena əlaqəsi olan orqana aid deyil? Söhbət bizdə qaraciyərdən gedir. İndi ola bilər, bəlkə sabah sizə yazdılar arteriya, kapilyar arteriya. Məsələn, bu da olacaq böyrək. İndi bizə də deyir ki, qaraciyərə aid deyil. Öd sintez edirmi? Bəli. Zərərli maddələri zərərsizləşdirirmi? Bəli. Qida maddələrinin 95%-ni, alkoqolun 98%-ni zərərsizləşdirir. Qanı qida maddələri ilə zənginləşdirir, yanlış ifadədir. Qanı qida maddəsi ilə zənginləşdirir, nazik bağırsaq. Nazik bağırsağın xovlarından qana sorulan maddələr onu qida maddəsi ilə zənginləşdirir. Ən iri vəzdirmi? Bəli, kütləsi 1,5 kiloqramdır. Bədənimizdəki ən iri vəzdir. Qarın boşluğunda yerləşirmi? Bəli, qarın boşluğunda yerləşir. Bu sual açığı çox xoşuma gəldi. Bunun yəni tərtibatı. Uyğunluğu müəyyən edin deyir. Deməli, Y atmosferdir. H ilə göstərilən litosferdir. Z ilə göstərilən hidrosferdir. Bunların üçünü də birləşdirən X biosferdir. Həşərat sürfələri, bitki qalıqları, göbələk mitsellərinə rast gəlinir. Təbii ki, harda olacaq? Litosferdə. A, H aiddir. Canlıların ilk beşiyi 11-ci sinif biosferdə verilən bir cümlədir. Canlıların ilk beşiyi dünya okeanıdır, yəni su. B aid olacaq Z-də. Müxtəlif qazlar və su buxarından təşkil olunub. Atmos zaten buxar deməkdir. Qazlar və su buxarları vardır burada. Y aiddir C. Günəş enerjisinin %4-ündən istifadə edir. Günəş enerjisinin %4%-i burada istifadə olunur. Məsələn, belə bir cümlə olsaydı daha səliqəli olardı. Okean bitkiləri günəş enerjisinin 0,4-ündən istifadə edir. Quruda yaşayan bitkilər 1%-dən istifadə edir. Xlorella bitkisi isə 12%-dən istifadə edir. Bütün canlıların yayıldığı sahədir desə, söhbət biosferdən gedəcək. Burada aid olacaq. X-ə Y aiddir. Deməli, X, Y, Z-də aiddir B, D, H-a da aiddir A. Toplam. Düzgün cavabımız daha doğrusu olacaq B variantı. Şəkildə X ilə göstərilən nədir? Deməli, bu isə reseptor sahədir. Reseptor sahədən qıcığı götürən hissi yoldur. Hissi sinirin lifidir. Mərkəzdə göstərilən ara neyrondur. 2 ilə göstərilən. 3 ilə göstərilən hərəkət sinir lifidir. Və bu hissədə olacaq əzələ, yəni işçi orqan. Bizə də 3-ü deyirdi nədir? Hərəkət sinirin rifi yazıb. Yəqin ki, hərf səhvi gedib. Lifi. Qida zəncirində 4-cü halqaya 3000 kilojol enerji olduğunu nəzərə alsaq. 5-ci halqaya keçən enerjinin miqdarını, enerji minimum ötürülüb deyir. Deməli, enerji ya 5 ya 20% keçir. Minimum keçibsə 5% ilə keçib. Deməli, bir halqadan digərinə 5% keçib. Necə eləyə bilərsiniz? Tutaq ki, 3000 kilojol enerji 4-dədir, bu 100%-dir. Bunun nə qədəri 5%-dir ki, o 5% 5-ci halqaya keçəcək. Bu olacaq 150. Və yaxud da, kimin riyaziyyatı yaxşıdırsa, 5% enerji keçib o deməkdir ki, 100-ün içində 20 dənə 5 var. 5%-i keçibsə 20-yə böləcəksiniz. Yəni 3000-i
20-yə böləndə 150 eləyir. Düzgün cavabımız olacaq C variantı. Verilmiş qida zəncirində ilanların sayı azalarsa nə baş verər? Deməli, otu yeyir çərkə, çərkəni yeyir qurbağa, qurbağanı yeyir ilan, tutaq ki, ilanı da yesin qartal. Əgər ilanın sayı azalıbsa, ilanın yediyi qida qurbağadır. O zaman qurbağaların sayı artar. Qurbağanın yediyi çəyirtkədir. Qurbağanın sayı artıbsa, çəyirtkənin sayı azalacaq. Çünki qurbağalar çoxalar, çəyirtkələri yeyib bitirər. Deməli, qurbağalar artacaq, çəyirtkələri azaldacaq. 44. Şəkildə birinci şəkildə göstərilən öz-özünə tozlanmadır. İkinci şəkildə göstərilən çarpaz tozlanmadır. Saf xətlərin alınması öz-özünə tozlanmada olacaq. Əlamətlərin möhkəmləndirilməsi. Öz-özünə tozlanma həmin o bitkinin malik olduğu əlamətləri həmin növ daxilində möhkəmləndirər. Növlər arası hibridin alınması, çarpaz tozlanma, növlər arası hibridi almaq olar çarpaz tozlanma ilə. Bitki seleksiyasında tətbiq olunur. İstər çarpaz, istər öz-özünə tozlanma, bitki seleksiyasında tətbiq olunur, yəni ortaq xüsusiyyətdir bu. Fərdi seçməni tətbiq edərik öz-özünə, kütləvi seçməni tətbiq edərik çarpaz tozlananlara. Heterozis effektli fərdlər alınır çarpaz tozlanmada. Deməli, 1A, B, Y, 2D, 3C, F. Düzgün cavab olacaq A variantı. Verilənlərdən hansı xarici qıcığa aid deyil? Evglena işığa tərəf gedirsə, işıq xarici qıcıqdır. Aydamöv duz kristalından uzaqlaşırsa, xarici qıcıqdır. Bunu onu deyim ki, dəniz sarkodinləri desə, o duza tərəf gedəcək. Aydamöv şirin suda yaşayır, duzdan uzaqlaşır. Amma dəniz sarkodinləri duzlu mühitdə yaşayırlar, onlar duza tərəf gedəcəklər. İsti əşyaya toxunanda isti əşya xarici qıcıqdır. Qanda tiroksin hormonunun artması ürək döyüntülərini artırır. Bu, daxili qıcıqdır, daxildə olan bir maddənin təsiridir. Spermatozoidlər yumurta hüceyrəyə tərəf getməsi, yumurta hüceyrə ilə bir maddə buraxır ki, spermatozoid ona tərəf üzür. Bu da olacaq xarici qıcıq. 46. İnsanın hüceyrəsinin bir nüvəsindəki autosom xromosomlar 44, cinsi xromosomlar 2, 44-ün 2-yə nisbəti ixtisar eləsəz 2-yə, 22-nin 1-ə nisbətində qalacaq. Uyğunluğu müəyyən edin, peyvəndlə müalicə zərdabı. Peyvənd nədir? Ümumiyyətlə, xəstəliyin zəiflədilmiş və yaxud da öldürülmüş törədicilərdir. Onu tam sağlam insana vururlar və bu zaman aktiv immunitet yaranar. Çünki sağlam insan həmin o törədicini qəbul edir və buna qarşı antitellər hazırlayır. Yüngülvari bir yoluxma olur. Bu zaman aktiv immunitet yaranır. Müalicə zərdabı nədir? Xəstəliyi keçirib sağalmış insanın və yaxud da heyvanın qan plazmasından fibrinogeni çıxardırlar. Ondan sonra alınan həmin o plazmanı hal-hazırda xəstə birinə köçürdürlər. Plazmanın içində hazır antitellər olduğuna görə bu zaman yaranan immunitet pasiv immunitet olur. İndi bizə zərdabla, müalicə zərdabı ilə peyvənd üçün ortaq bir şey istəyir bizdən. Zəiflədilmiş törədicilər vurulursa bu peyvənddir. Hazır antitel vurulursa zərdabdır. Xəstəyə vurulursa zərdabdır. Sağlam adama vurulursa peyvənddir. Amma hər ikisi insanda immunitet yaradır. Düzgün cavab D-dir. Sadəcə peyvənd aktiv immunitet yaradır. Yoluxuram, antitelləri özüm hazırlayıram. Zərdab isə pasiv immunitet yaradır. Hazır antitelləri köçürdürlər. 48-ci sualda göstərilən quşların ortaq xüsusiyyəti nədir? Bunlar Darwinin Galapagos adasında kəşf etdiyi birə bitlənlər, viroklar və ya sərçələrdir. Darwin Galapagos adasında yer, ağac və silvi adlanan 3 dənə cinsi müəyyən edib. Şəkildə verilən şəklə baxsaq, burada 3 dənə cins var. Amma hər bir quş ayrı bir növü müəyyən edir. Ona görə burada verilən şəkildə 3 cins var, 4 növ var. Növlə cinsin cəmini toplasaz 7 edər. Tutaq ki, buna x, buna y desəz, toplasaz 7. Ola bilər sabah belə bir şey düşsün sizə. Mən də hər ehtimalı nəzərə alıb deyirəm.
Və deyir ki, bu quşlar üçün ortaq xüsusiyyət nədir? Bunların üçü də yerdə yuva qurur. Yerdə yuva qururlar. Üçü üçün də ortaq xüsusiyyət yuvalama yerlərdir. Yer birəbitənləri yerdə yuva qurur, yerdə qidalanır. Ağac birəbitənləri yerdə yuva qurub, ağacda qidalanır. Sirvilər yerdə yuva qurub, hər yerdə qidalanır. Deməli, Darwin birəbitənlərin cinslərini adlandırarkən onların qidalanma yerlərinə diqqət yetirmişdi. Çünki yuva qurma yeri hamısında yerdədir də. Yuva qurma yerinə görə adlandırmayıb axı. Kimin qidası hardadırsa adını da ona görə qoyub. 49. Fərdi və kütləvi seçmə. Deməli, fərdi seçməni heyvanlara tətbiq edirik, həm də bitkilərə tətbiq olunur. Fərdi seçmə, kütləvi seçmə hər ikisi süni seçmənin metodiki seçmə formasıdır. Fərdini həm bitki, həm heyvana tətbiq edirik. Kütləvini isə yalnız bitkiyə tətbiq edirik. Məsələn, burada fərdi seçmənin yanına əslində B-ni də yaza bilərəm. Bitkilərə, kütləvi seçmənin yanına. Ona görə həm bitki, həm fərdi, həm kütləvi tətbiq olunur. Ortaq xüsusiyyət olar. Bitkidə hər ikisi var. Homozigotluq artır fərdi seçmədə. Genotip nəzərə alınmır. Deməli, fenotip nəzərə alınırsa, kütləvi seçmədədir. Bunların hər ikisi süni seçmə formasıdır. Deməli, 1AC, 2BY, 3D düzgün cavab olacaq A variantı. Və bir də son olaraq çanaq bitkisindən belə bir sual verib. Çanaqda dişi XX, erkək XY-dir. Ona görə çanaq bitkisinin rüşeymi kisəsi X-lərdən qurulacaq. 3X yuxarıda, 3 dənə X aşağıda, mərkəzi hüceyrədə XX olacaq. Bunun spermisi erkəkləri heterogamet olduğuna görə spermisi ya X-lardan yaranacaq, ya da Y genotipli olacaq. Bir şey deyim. Bir spermi X, bir spermi Y ola bilməz. Tozcuq borusu ilə hərəkət edən spermlərinin hər ikisinin cinsi xromosomları mütləq eynidir. Ya X olacaq ikisi də, ya Y olacaq. İndi əgər bunun X-dan spermisi gələrsə, mərkəzi hüceyrəni mayalayanda X endosperm ola bilər. Bizdən də onu soruşur ki, endospermi XX ola bilərmi? 3 dənə X. Bəli, ola bilər. Əgər mikrospor yazmaq biraz düzgün olmaz, çünki mikrospor gəlmir, tozcuq dənəciyi gəlir. Və yaxud da spermi yazardı. Spermi X cinsi xromosomuna malik olarsa, onda mərkəzi hüceyrəni mayalayanda X yarana bilər. Bunu çiyələk bitkisi üçün necə eləyə bilərsiniz? Çiyələk bitkisində dişi heterogametdir. Onun rüşeym hissəsi həm X-lərdən qurula bilər. Mərkəzi hüceyrəsi XX olar. Bura yazam çiyələk. Bir də rüşeym hissəsi Y-lərdən qurula bilər. 3 dənə Y yuxarıda, 3 dənə Y aşağıda, 2 dənə də mərkəzdə. Dişi heterogamet olduğuna görə rüşeym hissəsi ya X cinsi xromosomlu olacaq, ya da Y cinsi. Amma bunun spermiləri mütləq X-dir. Çünki erkəkləri homogametdir. Əgər X gəlib mərkəzi hüceyrəni mayalasa, digər X də gəlib yumurta hüceyrəni mayalasa, onda zigot XX olacaq. Endosperm X olacaq. Yox, əgər digər X, məsələn, Y-lərdən qurulmuş rüşeym hissəsində bura bir X gəlib mayalayarsa, bir də bura bir X gəlib mayalayarsa, onda zigot olacaq XY, endosperm olacaq XY. Genotipli olacaq. Diqqət yetirin, çiyələk dişi heterogametdir. Burada kənaf yazmaz, yazar maya sarmaşığı. Eyni şey olacaq yenə. Elodeya. Bunlarda dişi homogametdir. Rüşeym hissəsi yalnız X-lərdən qurulacaq. Belə əziz müəllimlər, sabahki imtahanda hər birinizə uğurlar arzulayıram. Yenə də videonun əvvəlində dediyim hissələri bir də təkrar edirəm. Bu, izah etdiyim sual nümunələrinə çox diqqətlə baxın. Ötən il keçirilmiş biologiyanın sertifikasiya imtahan suallarına diqqət yetirin.
YouTube-da izah eləmişəm onları, bunu da izah elədim, yanına yerləşdirirəm. Sabahki imtahanda hər birinizə uğurlar arzulayıram. Əgər dediklərimin sizin üçün bir faydası olmuş olarsa imtahanda videonun rəy bölməsinə qeyd etməyi unutmayın. Sağ olun, görüşənədək.